nə qədər də rəhbərlərlə işləsəm, oyunla belə hansısa formada aşağı işçi heyəti ilə təmas nöqtəmi saxlayıram. Niyə? Çünki onlar həmin o şirkətin ilkin özəyi onlardır. Onların insan isə dəyişən varlıqdır və onlar da dövrü olaraq onlar dəyişəcək, başqa insanlar gələcək və s. Onlarla təmasın saxlanması mənə kömək edir ki, öz bilgimi təkrarlamaqla daha dərinləşdirim və onların dəyişim sistemini görə bilim. Onların dəyişim sistemini görə bilərsiniz. Aydındır. Zahid müəllim, axı belə bir məsələ var da, çox bilmək yaxşıdır, amma lap çox bilmək də yaxşı deyil axı. Bilmək nədir söhbəti var hələ. Yəni çox kitab oxumaq bilgi gətirməyəcək. Yəni hərdən görsən ki, deyirlər ki, mən nə bilim bu il 30 dənə kitab oxudum, 40 dənə kitab oxudum. Sayla deyil. Sən 40 kitab oxumağın sənə nə verdi? Bir kitabda bütün dünyanı görmək olar. Kitab yox, çıxın bir dənə təbiətə baxın, görün nə qədər şeylər var. Yəni